Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqlarda bitgənə zat olanda, həmçinin cücələrdə, bax xüsusən yay aylarına gedir. Yay aylarında toyuqlarda bitgənə çox olur, yəni istidən əmələ gəlirlər. Soyuqda düzdür, o dərəcədə olmur, ancaq olur. Ancaq istidə daha çox olur. Bu haqda danışıb məlumat vermək istərdim. Yəni ən gözəl vasitələr hansıdır ki, toyuqları, cücələri, hündüşkaları, həmçinin damın özünü bitdən, gənədən təmizləmək. Əziz izləyicilər, video keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim ki, kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Çünki hər dəfə deyirəm, ancaq baxırsınız yenə də like qoyursunuz. İndi keçdik əziz izləyicilər mövzumuza. Deməli, toyuqlarda, cücələrdə, həmçinin damın özündə bit varsa, gənə varsa, necə təmizləmək lazımdır? O haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, mən həmişə demişəm, bir də deyirəm, toyuqların, cücələrin, həmçinin damın özünü ən yaxşı vasitə bitdən, gənədən təmizləmək küldür. Yəni, bax, Novruz bayramı düzdür keçdi. Novruz bayramında hər bir kənddə, rayonda tonqal qalıyırlar. Çərşənbələrdə zətdə. Bax, o tonqalın təbii ki, o içinə təkər qoyub yandıranda yox, sırf odunla olanda, yəni odunlar qoyub yandırandan külü çıxır. O külü yığısız bir vedrəyə, nə bilim, bir meşoğa. Sonra isə əziz izləyicilər bir vanna qoysunuz, belə yekə. O vannaya töküsüz və toyuqlar girirlər orada, belə deyim, eşələnirlər. Orada eşələnəndə bütün onların bitləri, gənələri tökülür. Çünki bit gənə külün iyini, yəni kömürün iyini zadı sevmir. Hətta belə deyək də, keçmişdə deyirdilər ki, küldə eşələnən toyuqda bit gənə olmaz. Yəni bax belə o külü töksüz ora vannanın içinə və qoysuz toyuqların qarşısına. Yəni elə bir yerə qoymalısınız ki, yağış zat yağanda içinə yağıb patlaq eləməsin. Bir şey olan yerə də, yəni üstü örtülü, şiferli bir yerə qoyursunuz. Setka, məsələn, çoxunda setka var, üstü də örtülüdür, ora yağış zat düşmür. Bax, ora qoyursunuz, toyuqlar özləri girir, içində eşələnirlər və küldə eşələnən toyuqda bit, gənə olmur. Həmçinin onu siz dama da tökə bilərsiniz, külü zadı belə. O bütün toyuqları, damı bitdən, gənədən kül təmizləyir. Bundan əlavə, əziz izləyicilər, siz damda nəzarət edərək yandıra bilərsiniz, yəni odunlar. Odunları yandırırsınız, ancaq nəzarət edirsiniz də, birdən dam zat yanar. Onun bütün tüstüsü dama yayılır, həm bit gənələr oradan təmizlənir. Sonra isə belə deyim, olandan sonra odun közə dönür, keçəndən sonra külə dönür və həmən kül həm damda yaxşıdır, bit gənəni kökünü kəsir, həm də toyuq həmən belə deyək də, sönmüş közün içində eşələnir, bütün o külü həm ətrafa yayır, yəni belə deyək də, dama yayır, bütün bit gənə həm o təmizlənir, həm də bədənindən təmizlənir. Yəni kül bitin, gənənin belə deyədim dərmanıdır. Bit gənə külün, közün iyini sevmir. Ona görə toyuğun ən gözəl bir nömrəli mən deyərdim dərmanı küldür. Ondan edisiz özünüz də nəticəni görəcəksiniz. Yəni damda yandırın, odun zat yandırın. Belə də qıraqda da yandıra bilərsən və onun belə deyək də tüstüsüz adı dama olur, bit gənələr təmizlənir. Çoxlu yandırıb eləyib, ona nə edeyim, külə döndərib, bayaq dediyim kimi vannalar töküb qoya bilərsiniz ki, həm də girsinlər dəfələrlə belə deyək, eşələnsinlər ki, bitləri, gənələri tökülsün.
Hə, yəni birinci ən gözəl dərman budur. İkinci əziz izləyicilər bars satırlar bu şeydə o xüsusən şeydə olur o heyvan zat satılan mağazalarda, zoomaqazinlərdə olur it pişik üçün. Onu təbii ki toyuğa, ördəyə, qaza, nə bilim cücüyə zada da belə vurmaq. Cücə deyəndə yəni yekədə 2 aylığınız adı keçmiş cücüyə vurmaq olur. 6-7 manat idi. İndi bilmirəm qalxıb yoxsa yox. Ancaq baytarlıq aptekində də olur. Tək zoomaqazində yox. Bəzilərində olur. Hamısında da olmasa bəzilərində olur. Onu deməli götürürsüz, o fıskırdan kimidir. Toyuğun qanadının altına, budunun arasına, bir də quyruğunun üstünə 1-2 dəfə belə fıskırdırsınız və buraxırsınız. Yəni hansı deyəndə ümumiyyətlə bütün toyuqları gərək siz bir-bir tutarsınız, elə eləyəsiniz. Ya kül qoymalısınız, bayaq dediyim kimi, yəni özləri küldə eşələnsin. Şey olsun da, yəni bitləri, qənələri tökülsün. Ya da o barsdan vurursunuz qənədinin altına, ondan sonra bud layihəsinə, yəni bud tərəfinə belə, budun arasına, quyruğunun üstünə vurursunuz. O bütün bitlərini, qənələrini tökür. Balaca cücüyə də elə olmur. 2 ayını keçəndən sonra təbii ki onlara da bir dəfə fıskırda biləsiniz belə qənətlərinin altına, budula həzindən sonra nə bilim quyruğun üstünə belə edə bilərsiniz ki, bütün o bitlərini, qənələrini töksün. Ondan sonra əziz izləyicilər, baytarlıq aptekində təbii ki müxtəlif bit dərmanları satılır. Mən bax əvvəllər alırdım, o çox gözəl dərmandır. Adını sözün düzü bilmirəm, belə çəhrayı rəngdə idi. Un kimi dərman idi, sanki un idi da. Ancaq çəhrayı rəngdə idi. Bax onu alırdım, toyuqların qənədinin altına tökürdüm. Belə onu deməli baytar demişdi ki, o şeylər olur, qadın corabları, kalqokalarda şey belə deyək ki, o giyinirlər tül kimi. Bax onun içinə tökürdü, dedi tök və qənədlərin altında belə vurursan, elə bir ondan çıxır da. O bütün o da çox effektli bir dərman idi. Onu hətta dama da belə tökmək olurdu. Çəhrayı rəngdə un kimi belə dərman idi. O da çox gözəl dərman idi. Düzdür, mən ondan artıq istifadə etmirəm, kül istifadə edirəm. Ancaq o da çox yaxşıdır. Yəni baytardan gedib alıb vura bilərsiniz. Ümumiyyətlə baytarda müxtəlif bit üçün dərmanlar olur. Ancaq mənim işlətdiyim küldür, toyuqların bitini təmizləmək üçün, barsdır. Bir də bayaq dediyim o adını bilmirəm, roz rəng belə şeydir. Dərmandır. Onu hətta itə pişiyə də olanda vurursan, o da çox yaxşı, faydalı dərmandır. Çəhrayı rəngdə belə un fason. İndi baytara desəz özü verəcəkdir, biləcəkdir, əgər varsa. Yəni bax o bu dərmanlarla, bu vasitələrlə mən toyuğun, cücənin, ördəyin, qazın, həmçinin də damın bitini, qənəsini təmizləyirəm. İndi gələn videomda da bir vasitə var, onu sizə çəkib göstərəcəyim. Onu rus kanallarında görmüşəm. Deyilənə görə o da yaxşı təmizləyir biti zadı. Çəkib sizə göstərəcəyim. Belə, bu qədər. İstədim bugün də bu haqda danışıb məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun və like qoyun. Çünki biri-birindən gözəl videolar gəlir. Kənd həyatına da çoxdan da video qoymuram. İnşallah indi başlayacağam qoymağa. Belə, sağ olun əziz izləyicilər, salamat qalın.